Salam, hər vaxtınız xeyir. Mən Edukompan Təhsil Şirkətinin fizika fənni üzrə təlimçisi Pərviz Əbilov. Bugünkü videoda sizə 21 dekabr tarixində keçirilən MIQ tipli sınağın izahını verəcəyim. 21-ci sualdan başlayaq. Düzxətli bərabər yavaşayan hərəkət edən cismə təsir edən qüvvələrin əvəzləyicisi şəkildəki kimi yönəlmişdir. Cismin təcili hansı istiqamətdədir? Qüvvə ilə təcil, əvəzləyici qüvvə ilə təcil eyni istiqamətdə olduğundan, qüvvə yuxarı olduğuna görə təcil də yuxarı istiqamətlənməlidir. Cavab burada B variantıdır. 22-ci sual. Sükunət vəziyyətindən X oxu boyunca düzxətli hərəkət edən cismin təcilinin proyeksiyasının zamandan asılılıq qrafiki verilmişdir. Cismin 0t zaman intervalında 20 metr yol getdiyini nəzərə alaraq 2t, 3t zaman intervalında getdiyi yolu hesablayın. Dəyərli müəllimlər, dəyərli həmkarlar, bu tipdə sual üçün ən ideal həll üsulu qrafikin sahəsinə müraciət etməkdir. Amma hansı qrafikin? Təbii ki, VT qrafikinin. Onda biz nə edək? Bir qrafik qeyd eləyək, sonra onun sahəsinə baxaq və bu qrafiki qurmaq üçün AT qrafikinə baxmaq lazımdır. Buraya yazaq V. Vx da yaza bilər. Vx yazaq. Heç bir problem yoxdur. Deməli, sükunət vəziyyətindən hərəkətə başladığına görə qrafik baxın buradan başlayacaq. Yəni sürət 0. T anına qədər cismin sürəti nə qədər artır? 2A vurulsun T. Yəni cismin sürəti artır olur nə? 2AT. Bu formada yazıram. 2AT. Sonra cisim azalan təcillə hərəkət etdiyindən artıq qrafikin bu hissəsi xəttidir. Bu hissəsi isə xətti olmayacaq. Bu formada olacaq. Baxın, bu formada olacaq. Və cismin sürəti nə qədər artacaq? Bu üçbucağın sahəsinə fikir verin. 2A vurulsun T bölünsün 2. Yəni AT qədər artacaq. Yəni nə qədər olacaq? 3AT olacaq. Buradan da zamanları qeyd eləyək. T, buradan da qeyd eləsəm 2T. Sonra isə 2T, 3T zaman intervalında cismin təcili 0-a bərabərdir. Yəni cismin sürətinin modulu sabit qalmalı. Yəni 3AT-də də sabit qalır qrafik. 2T-dən 3T-yə qədər. Şərtdə deyir ki, 0T zaman intervalında cisim 20 metr yol gedir. Onda belə çıxır ki, bu qrafikin sahəsi 20-yə bərabərdir. Yəni 2AT vur T böl 2, yəni AT kvadrat 20-yə bərabərdir. Bəs 2T, 3T zaman intervalında qrafikin sahəsi nəyə bərabərdir? Onu da hesablayaq. 3AT-ni, hündürlük çünki 3AT-dir. Vuraq nəyə? T-yə. Olacaq nə? 3AT kvadrat. AT kvadrat 20-dirsə, 3AT kvadrat da 60 metr olmalıdır. Elə bu sual demək olar ki, imtahanımızın ən çətin suallarından biridir. Cavab C variantı. Sonra 23-cü sual. Yer səthindən üfüqə nəzərən müəyyən bucaq altında atılan cismin uçuş məsafəsi 960 metr, uçuş müddəti isə 12 saniyə olmuşdur. Cismin başlanğıc sürətini tapın. Tamam. Deməli, bizə nə verib? L verib, T uçuşu verib və V-ni soruşur. Onda belə yaza bilərik də. L bərabərdir V0x vurulsun T. L-in formulu belədir. Bunun yerinə 960, bunun yerinə nə qoysaq? 12 qoysaq, V0x-in neçə olduğunu alarıq? 80 olduğunu alarıq. Yəni V0x-imiz nə qədərdir? 80. Bunu yazdım. 80 metr böl saniyə. V0y tapmaq üçün uçuş müddətinin formulu var. T bərabərdir 2 V0y böl 2. Bu formulda da verilənləri yerinə yazsam, V0y-in 60 olduğunu taparam. 80 və 60-dırsa, deməli cisim 100 metr bölünsün saniyə sürətlə üfüqə nəzərən müəyyən bucaq altında atılmışdır. V bərabərdir V0x-in kvadratı üstə V0y-in kvadratı kök altda
ifadəsinə əsasən. 24. X oxu boyunca düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki şəkildəki kimidir. Grafikin 1, 2 və 3 nöqtələrinə uyğun zaman anlarında cismin malik olduğu təcillərin modulları arasında hansı münasibət doğrudur? Qrafikə baxsaq, baxın bu hissədə, qeyd elədiyim bu hissədə, deməli, cismin aldığı bütün təcillər, cismin aldığı təcil dəyişmir. Yəni, bərabər təcilli hərəkət edir bu hissədə. Həmçinin burada da bərabər təcilli hərəkət edir. Burada da təcili sıfıra bərabərdir. Sözüm o deyil. Yəni, qeyd elədiyim hissə üçün mən təcil tapsam, onda elə bir hissəsi üçün də təcili, bir nöqtəsinə uyğun da təcili tapmış sayılaram. Və fikir verirəm ki, zamanları bir-birinə bərabər verib. A bərabərdir delta V böl T. Grafikin birinci parçasında, qeyd elədiyim hissədə, cismin sürət dəyişməsi 3V'dir. Modulca 3V'dir. İkinci hissədə isə cismin sürətinin dəyişməsi, baxın, 3-dən 3-cü damadan 2-ci damaya, 1-ci damaya gəldiyinə görə 2V'dir. Burada isə dəyişmə yoxdur. Onda belə çıxır, A3 sıfırdır. Ən kiçiyi 3-dür. Sürət hansı hissədə çox dəyişirsə, təcil də orada böyük olacaq. Onda belə çıxır ki, A1 də nədir? A2-dən böyükdür. A2 də A3-dən böyükdür. Cavabımız buna uyğun olaraq A1 A2-dən, A2 də A3-dən A variantıdır. 24-də cavab A-dır. 25. 25 maraqlı sualdır. Deyir ki, sürtünməli üfüqi səthdə cismə səthə paralel istiqamətdə təsir edən qüvvələr və sürüşmə sürtünmə qüvvəsi şəkildə təsvir edilmişdir. Buna əsasən 10 metr yolda əvəzləyici qüvvənin gördüyü işin modulunun sürtünmə qüvvəsinin gördüyü işin moduluna olan nisbətini hesablayın. Burada sürtünmə qüvvəsinin gördüyü iş ümumiyyətlə mənfi olduğuna görə modul məsələsi artıq normal formada məsələyə yanaşmağımıza kömək eləyir. Ümumiyyətlə iş hansı düsturla hesablanır? Fs kosinus alfa ilə. Burada hərəkətə belə deyək, paralel istiqamətdə olduğuna görə qüvvələr kosinus vurğuna ehtiyac yoxdur. Elə Fs ilə kifayətlənmək olar. Səthə çünki onlar paraleldirlər, hərəkət istiqamətinə paraleldirlər. Və hər ikisi 10 metr yolda gördüklər, hər ikisinin daha doğrusu 10 metr yolda gördüyü iş mənə maraqlıdırsa, S-lər eynidir deməkdir. A ilə isə F nədir? Bir-biri ilə düz mütənasibdir bu halda. Onda belə çıxır ki, elə əvəzləyici qüvvənin sürtünmə qüvvəsinin moduluna olan nisbətini tapsam, mən işlərin də nisbətini tapa bilərəm. Əvəzləyici qüvvəni hesablasam, sağa 8, sağa 20, 28, 28-dən 6 çıxsam, eləyir 22, 22-dən 4 çıxsam, eləyir 18. Onda əvəzləyici qüvvənin modulu oldu 18. Sürtünmə qüvvəsinə onsuz da mənə nə edib? Verib. Onda 18-i 4-ə bölürəm, 9-u 2-yə bölüb, 4,5-i buradan nə edirəm? Qeyd edirəm. Cavab A variantı. Sonra 26-cı sual. Bu həftə ərzində ən çox izah elədiyim sual tiplərindən biridir 26-cı sual. Və bir vuruq var idi ki, o bizim işimizə çox yarayırdı. İndi ona baxaq. Görək nədir? Əslində, mənə elə gəlir ki, bizim öz müdavimlərimiz bu sualı görən kimi, hə, müəllim bunu demişdi bizə, deyəcək. Çəkisi nəzərə alınmayan bir cins link 3 eyni cisim vasitəsilə şəkildəki kimi tarazlıqdadır. Yəni, cisimlərin kütlələri bir-birinə bərabərdir. M, M, M. Düzdür? Linkdən asılan cismin sıxlığı neçə qram bölünsün santimetr kubdur. Bu cisim fikir verirsinizsə mayenin daxilindədir. Orada da rho su, yəni suyun içindədir cisim. Ona görə də suyun sıxlığını bizə verib ki, biz ondan istifadə edək. Normalda bu məsələləri necə yazırıq? Məsələn, burada heç qab yoxdur. Yazırıq 3mg. Düzdürmü? 3mg. Sonra yazırıq ki, 3mg bərabərdir momentlər qaydasına görə. Burada bir dənə cisim var. Bir dənə də cisim var. Lakin cisimlərdən biri havadadır, biri isə mayenin daxilindədir. Onda bu ipdə yaranan gərilmə normalda belə olmalı idi. Mg üstə mg. Amma cisimlərdən biri
mayenin daxilində tam batdığına görə onda yazacağam mg üstə nə? mg, lakin bir dənə də bunu vurmalıyam nəyə? 1 çıxılsın rho maye böl rho cismə. Moment da almaq üçün, baxın, bu ipin bura qədər olan məsafəsini, yəni 2-ni də burada mütləq hökmən qeyd eləməliyəm. Və tələbələrimiz arasında yadda qalsın deyə mən buna nə deyirdim? Super vuruq deyirdim. Mötərəzəni burada tam bağlayım. Aha, buna nə deyirdik? Super vuruq deyirdik və bu super vuruqdan nə edirik? Məsələlərimizin həllində istifadə edirik. İndi nə edək? Buraları biraz səliqəyə salaq, sonra isə hesablamalarımızı aparaq. Burada MG-ləri açsam, yəni buradan mötərəzə xaricinə çıxarsam, buradan ixtisarlarımı aparsam, baxın bu MG-lər gedir hər tərəfdən. Burada qalacaq 1. Burada da əmsal olduğuna görə elə bir ciddi fərq yaratmır. Deməli, nədir? Mötərəzəni də açsam. Belə yazaq da birbaşa mən sizə göstərim. Bunu lap silək, siz dəftərinizdə qeyd edərsiniz. Belə yazacam. Yazacam ki, 3 bərabərdir. Mötərəzəni açandan sonra 2, 1 plus 1 çıx rho maye böl rho cisim. Buradan nə alınır? Buradan alınır ki, 2 çıxılsın rho maye böl rho cisim bərabərdir 3 bölünsün 2. 2-dən nə çıxsan 1,5 qalar? Təbii ki, 2də 1. Onda rho maye böl rho cisim 2də 1-ə bərabərdir. Rho mayeni 1 verdiyinə görə onda rho cisimdə nə olmalıdır? 2 qram bölünsün santimetr kub olmalıdır. Cavab B variantı. Yuxarı qalxan lift əvvəlcə yeyinləşən, sonra bərabər sürətli, sonra dayanana qədər də bərabər yavaşlayan hərəkət edir. Bu hallarda liftin asıllığı trosda yaranan gərilmə qüvvələri arasındakı münasibət B variantında doğru göstərilib. Çünki lift yuxarı qalxırsa və yeyinləşən hərəkət edirsə, onda gərilmə qüvvəsi mg plus a olur. Bərabər sürətlə hərəkət edirsə, mg olur və yavaşlayan hərəkət edirsə, mg çıxılsın a olur. Onda cavab nədir? B variantıdır. 28 də kifayət qədər sadə sualdır. M kütləli lift sabit V sürəti ilə yuxarı qalxır. Birbaşa olaraq formula əsaslandığına görə mən bu sualın üzərində çox durmayacağam. Cavab Y variantıdır. 29 amma kifayət qədər maraqlı sualdır. O nöqtəsi ətrafında fırlana bilən, uzunluğu 1,6 metr olan bir cins çubuq sabit 10 Newton qüvvənin təsiri ilə üfüqi vəziyyətdən şaquli vəziyyətə gətirilənə qədər bu qüvvənin gördüyü işi hesablayın. Qüvvənin gördüyü iş A bərabərdir Fs kosinus alfa ilə deməli göstərilir. Amma burada fikir verin, yer dəyişmə elə qüvvə ilə eyni istiqamətdə olduğundan kosinus vuruğuna ehtiyac yoxdur. A bərabərdir Fs bizim burada işimizi görər. Bəs bu qüvvə vasitəsilə nə qədər yer dəyişmə icra olunub, belə deyək. Qüvvə, məsələn, bu səviyyədə idi, bu nöqtə. Gəldi, çatdı bu səviyyəyə. Fikir verin, nə qədər yer dəyişmə icra olundu? 3 dama. Və bu lingin uzunluğu 4 damadır və buna da 1,6 deyiblər. Yaxşı, onda belə çıxır ki, 1,6-sı 4 damadırsa, hər damanın uzunluğu, belə deyək, olur nə? 0,2. 3 damanın da uzunluğu olur 0, düzdür deyik, 1,6-nı 4-ə böləndə 0,4. Hər damanın uzunluğu da 0,4 olur. Və 3 dama olduğuna görə S-imiz artıq burada nə olacaq? 1,2 olacaq. Qüvvəmiz 10, S-imiz 1,2. Bunu vursaq bir-birinə cavab çıxır 12. Cavab olur nə? B variantı. Kifayət qədər maraqlı sual. 30. 1 ilə 2 bərabər təbii ki və 3 onlardan böyük olmalıdır. A variantı. Vaxt itirməyə belə suallarda, asan tipli suallarda. 31. Üfüqi sürtünməli səthdə yerləşən cismin aldığı təcilin modulunun ona təsir edən dartı qüvvəsinin modulundan asıllıq qrafiki verilmişdir. Qrafikə əsasən verilmiş fikirlərdən hansının doğru olduğunu təyin edin. J-ni 10 metr bölünsün saniyə kvadrat verib. Birinci fikirdə deyilir ki, cismin kütləsi 1 kiloqramdır.
Cismin kütləsi üçün belə bir ifadə yazmışdıq. Yazmışdıq ki, tangensli alfa bərabərdir 1 bölünsün m. Bu bucağın tangensindən söhbət gedir. Bu bucağın tangensi 4 bölünsün 2 ilə 6 aralığı nə olur? 4 olur. 4 bölü 4 alınırsa bura olur 1. Onda həqiqətən də cismin kütləsi 1 kiloqramdır. 1-ə gedir, 1 doğru hesab olunur. Bunu silək. Sonra nə deyir? Sonra deyirik ki, səthin sürtünmə əmsalı 0,2-dir. Bunu bilirik ki, nədir? Μmg-dir. Μmg 0,2-dir. Daha doğrusu 2-dir. Onda m bayaq aldıq ki, 1-dir. J də 10 olduğundan μ-nü tapmaq üçün mən 2-ni 1 vur 10-a bölməliyəm və μ-nü də tapanda yenə də səthin sürtünmə əmsalının 0,2-dir deməli ifadəsinin doğru olduğunu hesab edirəm. Çünki μ-nü nə tapıram? 0,2 tapıram. Bu da qəşəng, bu da doğru. Cismin təcilinin modulu 4 metr bölünsün saniyə kvadrat olduqda cismə təsir edən əvəzləyici qüvvənin modulu 4 newtona bərabər olur. Çox xahiş edirəm, buna diqqətlə baxın. Mənə verilən A-nın dartı qüvvəsindən asılılıq qrafikidir. A-nın əvəzləyici qüvvədən asılılıq qrafiki deyil. 4-ə uyğun qüvvə 6-dır. Amma bu dartı qüvvəsinin qiymətidir. Əvəzləyici qüvvənin qiyməti isə baxın 6 ilə 2-nin fərqidir. Yəni 4 newtondur. Onda belə çıxır ki, cismin təcili 4 metr bölünsün saniyə kvadrat olduqda cismə təsir edən qüvvənin modulda, əvəzləyici qüvvənin modulda 4 newtona bərabər olur ifadəsi də mənim üçün doğru hesab olunacaq. Burada 4-ə uyğun 6-dır görüb, bu belə deyim, şərti səhv qəbul etməyin. Ona görə də cavab burada 1, 2 və 3 hesab olur. Yəni bu sualın cavabı Y variantıdır. 31-ci sualda Y-dir. 32-ci sual isə maraqlı sualdır, amma bu sualı da səhv eləməyə dəyməz həqiqətən. Nə deyir? Tərəflərinin sahəsi S və 3S olan cisim üfüqi sürtünməli səthdə sabit F qüvvəsinin təsiri ilə şəkildəki kimi hərəkət etdirilir. Dartı qüvvəsini dəyişmədən bu cismi böyük səthi üzərinə çevirib hərəkət etdirsək, cismə təsir edən sürüşmə sürtünmə qüvvəsinin modulu necə dəyişər? Bilirik ki, bu boyda şərtin cavabı, bu boyda sualın cavabı Y variantı olacaq. Nəyə görə? Çünki toxunan səthlərin sahəsi sürtünmə qüvvəsindən asılı deyil. Yəni, mən bunu S tərəfi üzrə və yaxud da 3S tərəfi üzrə qoysam belə, buna təsir edən sürtünmə qüvvəsi dəyişməyəcək. Cavab Y variantıdır. Məsələn, ola bilər ki, burada təcili də soruşsun. F qüvvəsini dəyişmədən cismi 3S səthi üzərinə qoysam, cismin təcili necə dəyişər? Yenə də MA bərabərdir dartı çıx sürtünmə olduğuna görə sürtünmə qüvvəsi dəyişmir, qüvvəni də sabit verib, dartı qüvvəsi sabit, sürtünmə qüvvəsi sabit, kütlə sabit olduğuna görə cismin təcili də burada həmçinin dəyişməli deyil. 33-cü sual. 33 tipli sual bu il MİQ imtahanlarının, bu il yox, üzr istəyirəm, 2 il bundan qabaq səhv eləmirəmsə, MİQ imtahanlarının birində bu tipajda bir sual düşmüşdü və orada da sürətlərin müdavimlər, imtahan iştirakçıları fərqli götürmüşdülər. Orada fərqli bucaqlar altında atılmışdı, müəyyən bir qüllənin üzərindən. Amma burada elə deyil. Burada nədir? Eyni səviyyədən, bu daha primitivdir, bu daha anlaşıqlıdır. Eyni səviyyədən cisimləri eyni sürətlə atıram və mən bilirəm ki, enerjinin saxlanma qanunu burada ödənməlidir. Havanın müqavimət qüvvəsi nəzərə alınmır, yəni mexaniki enerji saxlanmalıdır. Onda belə çıxır ki, məsələn, cisimlərin yerə dayananda sürətin V qəbul eləsəm, V' qəbul eləsəm, mV' kvadratı bölünsün 2, cisim çünki yerə dayanda ancaq o yerə nəzərən potensial enerjiyə malik olmur, ancaq kinetik enerjiyə malik olur. mV' kvadratı bölünsün 2 bərabərdir. Atıldığı anda mV kvadrat bölünsün 2 qədər enerjisi var hər bir cismin və eyni səviyyədən atılır, mgh.
M-ləri falan açsaq, həqiqətən də V ştrixin kök altında V kvadrat plus 2GH ifadəsinə bərabər olduğunu görəcəksiniz. Ona görə də hər bir cisim eyni hündürlükdən və eyni sürətlə atıldığından bu cisimlərin yerə dəymə sürətləri arasındakı münasibət A variantındakı kimi olmalıdır. Bax, hətta burada M1, M2, 2, M3 ifadəsini verib. Baxın, bu ifadələrdən M-lər gedir. Hər biri üçün yazsanız M1 V1 ştrixin kvadratı bölünsün 2, üstə gəlinsin M1 V kvadrat bölünsün 2, üstə gəlinsin M1 GH. Buradan M1-lər gedəcək. İkinci üçün yazsanız M2-lər gedəcək. Üçüncü üçün yazsanız M3-lər gedəcək. Və yekun olaraq mənim bayaq biraz öncə səsləndirdiyim ifadə qalacaq. Ona görə də cavab olur A variantı. 34-cü sual isə ən maraqlı, yazarkən özümün də zövq aldığım bir sualdır. Çox bəyəndim bu sualı. Çox, yəni gözəl veriblər bunun şərtini. Maraqlı istifadə ediblər öyrəndiklərimizdən. Deməli, M bərabərdir 5 kiloqram kütləli cisim bir-birinə paralel bağlanmış çəksiz 3 yay vasitəsilə tarazlıqdadır. Yaylara təsir edən elastiklik qüvvəsinin modulunun yayların uzanmasından, asılılıq diaqramından istifadə etməklə verilən yay sisteminin uzanmasını metrlə hesablayın. Bu tip suallarda biz belə bir şey yazırdıq. MJ bərabərdir KX yazırdıq, düzdürmü? Mənə lazım olan X-dır, M var əlimdə, J də var və cisim daha doğrusu 3 müxtəlif yaydan asıldığına görə mən burada artıq sistemin ümumilikdə sərtliyini tapmalıyam. Sistemin sərtliyini də necə taparam? Təbii ki, üçü də bir-birinə paralel bağlandığından sistemin sərtliyi K1 plus K2 üstə K3 olmalıdır. Lakin K əlimdə yoxdur. Amma bunlara uyğun olaraq mənə F-in X-dan asılılıq grafikini verib. Onda məsələn 3-cü yayın sərtliyini tapsam nə edərəm? F-i, yəni 25-i bölərəm 5-ə. 3-cü yayın sərtliyi olar 5 Newton bölünsün metr. 5 Newton bölünsün metr. İkinci yayın sərtliyi olacaq nə? 30 bölünsün 10, yəni 3 Newton böl metr. İkinci yayın sərtliyi isə, mən buna 1 yazdım. 1 yazdım. Bunu 1 kimi düzəldək, K1. İkinci yayın sərtliyi isə olacaq 20 bölünsün 10, yəni 2 Newton bölünsün metr. Sistemin sərtliyi olacaq bu sərtliklərin cəmi. 3 plus 2 5 eləyir, 5-in üstünə 5 gələndə eləyir 10 Newton metr. Və salam 10 Newton metr aldım, burada yerinə qoyuram. Düzdürmü? Və X-i tapıram. MJ nədir? 50-dir. 50-ni 10-a böl, X-in cavabı olur 5 metr. Cavab Y variantı. 34-cü sualda cavab nədir? Y variantıdır. 35. 35 də çox çətin sualdır. Elastiki yayın uclarına tətbiq olunan qüvvəni 5 dəfə azaltdıqda, təbii ki, onun sərtliyi dəyişməyəcək. 36-cı sual isə kifayət qədər maraqlı suallardan biridir. Meyl bucağı 37 dərəcə olan mail müstəvidə cisimlər şəkildəki kimi tarazlıqdadır. Cisimlərin yerini dəyişdirdikdən sonra sistem sərbəst buraxılarsa, K cisminin aldığı təcil neçə metr böl saniyə kvadrat olar? İp çəkisiz və dartınmayandır, sürtünmə nəzərə alınmır və mənə J-nin sinus 37-nin qiymətini verib. Yaxşı, bundan belə yola çıxacağıq və bu tarazlıqdadır sözündən yola çıxacağıq. Mən bir qədər fasilə verdikdən sonra bunun izahını verəcəyim. Davam eləyək. Meyl bucağı 37 dərəcə olan müstəvidə, mail müstəvidə cisimlər şəkildəki kimi tarazlıqdadır. Bunu belə yaxınlaşdırıram sizin üçün. Əvvəl tarazlıq şərtini yazaram. Belə yazacağım. Baxın, fikir verin. Bunu aşağı çəkir nə? ML J. Bunu da aşağı əslində MKJ çəkir. Amma bu tip məsələlərdə mail müstəvinin üzərində olduğuna görə cisim, mən bunu bu formada göstərməliyəm. Məcbur məsələdir bu. MKJ vur nə? Sinus alfa. Və tarazlıqda olduğuna görə MLJ ilə MKJ ədədi qiymətcə bir-birinə bərabər olmalıdır. ML, J-lər ixtisarı gedəcək, sinus 37-nin də yerinə
0,6. Yəni 3 bölü 5 yazacağım. ml bərabərdir mk vur 3 bölü 5. Buradan belə bir şey ala bilərəm. ml böl mk bərabərdir 3 böl 5. Belə bir adlandırma eləyək, sadə olsun. ml 3m olsun. mk olsun 5m. ml 3m olsun, mk olsun 5m. Sonra nə deyir? Deyir ki, cisimlərin yerini dəyişdirdim və sistemi sərbəst buraxdım. Yəni, burada daha K cismi yox. Bunu lap ağarda da bilərik. K cismi yox. Görək, tapa biləcəmmi buradan? Hə, tapdım. Burada daha K cismi yox, L cismi olacaq. Burada da L cismi yox, K cismi olacaq. Baxın, qayıdım öz rəngimə. Burada olacaq K, burada olacaq L. Vəssalam. İndi isə hərəkət tənliyini yazıb sistemin təcilini ala bilərəm. Deməli, bunu aşağı çəkir. MK, J, bunda da yazacaq nə? ML, J, sinus, alfa. Sonra sistemin təcilinin ifadəsini tapmaq üçün, yazacaq MK plus ML, M sistem vurulsun. A bərabərdir. MKJ çıxılsın. ML, J, sinus, alfa. Adlandırmalarımızdan 10-dan və 0,6-dan istifadə etməliyəm, məlum məsələdir. ML ilə MK-nın cəmi 8M eləyir. 8MA bərabərdir. MKJ, MK 5M'dir, J-yə də vuranda eləyir 50M. ML, J eləyir 30M, 0,6-ya vuranda da bu eləyir nə? Təbii ki, 36-ya vuranda 180, bir dənə də sıfırını qırsaq, eləyir 18M. Sonra M-ləri də buradan ataq. Atdıq. 8A bərabərdir. 50 çıxılsın 18. 50-dən 10 çıxanda eləyir 40. 40-dan 8 çıxanda eləyir 32. 8A 32-yə bərabərdirsə, A da 4 metr bölü saniyə kvadrata bərabər olur. Çox maraqlı, çox gözəl suallardan biridir 36-cı sual. 37-ci sual isə çox çətin sualdır. 37-ci sualda deyir ki, yerin qravitasiya sahəsinin intensivliyi yerin qravitasiya sahəsində olan cismin kütləsini 4 dəfə artıranda necə dəyişir? Məlum məsələdir ki, dəyişmir. Çünki sınaq kütləsindən asılı deyil. 38 də kifayət qədər maraqlı sualdır. Qalanın üzərindən cisim üfüqi istiqamətdə V1 bərabərdir V sürəti ilə atıldıqda uçuş məsafəsi L, V2 bərabərdir 2V sürəti ilə atıldıqda uçuş məsafəsi L plus A, V3 bərabərdir 3V sürəti ilə atıldıqda isə uçuş məsafəsi L plus A plus B olur. Buna əsasən A bölü B nisbətini tapın, havanın müqavimət qüvvəsi nəzərə alınmır. Fikir versəniz, cisim qalanın üzərindən atılır. Yəni, cisimlərin atıldıqları hündürlüklər bir-birinə bərabərdir. L-in düsturu nədir? L bərabərdir V vurulsun T-dir. Düzdürmü? Yaxşı, onda belə bir şey fikirləşə bilərəm də. T-nin düsturu nədir bəs? T bərabərdir kök altda 2H böl J-dir. Eyni hündürlükdən atıldıqlarına görə T-lər hamısında nə olacaq? Eyni olacaq. Ondan bəs mən L-i nə ilə əlaqələndirəcəm? L-i əlaqələndirəcəm nə ilə? Təbii ki, V ilə. Məsələn, L1-ə mən V1T, yəni VT deyə bilərəm. L1 nədir? VT-dir və bu L-ə bərabərdir. L2 nədir bəs? L2 2VT-dir. Bu da L plus A kimi mənə verilib. Məlum məsələ VT L-dirsə, 2VT-də 2L olur. Onda L plus A 2L-dirsə, A-nın payına düşür buradan L. A-nı tapdım. Sonra nə edirəm? İstəyirsiniz lap bunu, yox, elə eləməyim.
Elə buradan altdan yazıb sıxışdıraram, problem yoxdur. L3-də 3VT-dir. Yəni, bunu da mənə verib L plus A plus B kimi. VT L-dirsə 3VT 3L-dir. 3L-dən L çıxanda qalır 2L. A plus B-nin cəmi nəyə bərabər olur? 2L-ə. A-nı da mən L aldım da. A-nı da L aldımsa B-nin də payına düşür nə? L. A-mız L, B-miz L-dirsə nisbət olacaq A böl B-dən 1. Vəssalam. 39-cu sual. Düzxətli bərabər təcilli hərəkət edən cisim 4-cü saniyədə 70 metr yol gedir. Bu cismin 1-ci saniyədə getdiyi yolun 3-cü saniyədə getdiyi yoldan neçə metr az olduğunu hesablayın. Müəllimlər, V0 da 0 verdiyinə görə və bərabər təcilli hərəkət olduğuna görə mən bunu tək ədədlərin nisbəti ilə yaza bilərəm. 4-cü saniyədə 70 metr yol gedir. Onda belə bir sıralama aparıram. S, 3S, 5S, 7S. 4-cü saniyədə getdiyi yol nədir? 7S-dir. 7S nəyə bərabərdir? 70-ə bərabərdir. Onda S-in payına düşür nə? 10 metr. Və deyir, 1-ci saniyədə getdiyi yol 3-cü saniyədə getdiyi yoldan neçə metr azdır? 1-ci saniyədə S qədər yol gedir, yəni 10 metr. 3-cü saniyədə isə gedir 5S qədər yol gedir daha doğrusu. Olur nə? 50 metr. 10 da 50-dən nə qədər azdır? Təbii ki, 40 metr az olacaqdır. 39-cu sualda cavab D variantıdır. 40-cı sualda bizə deyilir ki, mexanikanın hərəkətləri onları doğuran səbəblə birlikdə öyrənən bölməsi adlanır təbii ki, nə? Dinamika. Cavab A variantıdır. 41-ci sualda, bu da analiz sualıdır, hərəkətin analizinə baxmaq lazımdır. 41-ci sualda X oxu boyunca düzxətli hərəkət edən cismin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilmişdir. Qrafikə əsasən cismin hərəkəti ilə bağlı verilən fikirlərdən hansının və ya hansılarının doğru olduğunu seçin. 0T1 zaman intervalında cisim X oxu istiqamətində bərabər yeniləşən hərəkət edir. Baxıram qrafikə, görürəm həqiqətən də bu doğru fikirdir. 1. T1, T2 zaman intervalında cismin sürətinin modulu sabitdir. Baxıram qrafikə, görürəm ki, həqiqətən də bu modulca sürət sabitdir. T1, T2 intervalında 2 də doğrudur. T2, T3 intervalında cisim X oxunun əksi istiqamətində bərabər yavaşlayan hərəkət edir. Dəyərli müəllimlər, cisim həqiqətən də T2, T3 intervalında bərabər yavaşlayan hərəkət edir. Amma özünüz də bilirsiniz ki, X oxunun əksinə yox, X oxu istiqamətində deməli, bərabər yavaşlayan hərəkət edir. Ona görə də cavab olur burada 1 və 2, yəni 3-ü biz doğru götürmədik. 42-ci sualda deyilir ki, ədədi qiymətcə vahid zamanda radius vektorun dönmə bucağına bərabər olan fiziki cəmiyyət adlanır bucaq sürəti. B variantı. 43. 43-cü sualda cismin impulsunun zamandan asılılıq qrafiki verilib. Grafikin göstərilən hissələrində cismə təsir edən əvəzləyici qüvvənin proyeksiyaları arasında hansı münasibət doğrudur? Bilirik ki, PXT qrafikində grafikin zaman oxu ilə əmələ gətirdiyi bucağın tangensi mənə fx-i verir. Yəni, mən burada hər bir hissə üçün ayrıca tangenslərə baxmalıyım. Deməli, burada nə tapırıq? İfadə olaraq nə yazırıq? Yazırıq ki, fx bərabərdir tangens alfa. Bu hissə üçün bucaq görürsünüz, böyükdür. Sonra kiçilir, sonra isə ən kiçik bucaq alınır 3-cü hissədə. Onda belə çıxır ki, alfa 1 alfa 2-dən böyükdür, alfa 2 də alfa 3-dən böyükdür. Tangensdə böyük bucaqlarda böyük qiymət aldığına görə buna uyğun olaraq f1x f2x-dən böyük olur. f2x də f3x-dən böyük olur. Cavab olur nə? D variantı. 44. 44 burada deyil. 44 buradadır. Disk şəkil müstəvisinə perpendikulyar olan və O mərkəzindən keçən ox ətrafında fırlanır. Verilmiş anda K cisminin diskin hansı nöqtəsinə nəzərən sürətinin modulu ən böyükdür? Sürətin modulu ən böyük olması üçün diskin nöqtəsinin
göstərilən nöqtəsinin sürəti bu sürət vektoru ilə əks istiqamətdə olmalıdır. Bu da saat əqrəbi istiqamətində hərəkət olduğuna görə fikir verirsinizsə bura. Burada V sürət vektoru ilə əks istiqamətdə olan sürət vektoru olacaq 4 nöqtəsində. Cavab A variantı. 45. Bir hissəsi su ilə dolu ağzı bağlı qabı tərsinə çevirdikdə mayenin qabın dibinə göstərdiyi təzyiq və təzyiq qüvvəsi necə dəyişir? Dəyərli müəllimlər, qabı gen tərəfi üzərinə qoyduğum üçün burada qabdakı olan mayenin hündürlüyü azalacaq. Qabda olan mayenin hündürlüyü azaldığından hidrostatik təzyiq, yəni mayenin qabın dibinə göstərdiyi təzyiq azalacaq. Çünki hidrostatik təzyiqin düsturu ρ H-dır. Onda belə çıxır, təzyiq azalar. C variantı, C variantı. Bəs təzyiq qüvvəsi necə dəyişər? Məlum məsələdir. Bu şəkildə olanda, belə deyək, belə yadda saxlayın. Qabın divarları sanki qabın dibini neynir? Sıxmır. Amma mən bunu tərs hala gətirsəm, məsələn, bu formaya gətirsəm, simvolik olaraq çəkirəm. Baxın, müəyyən bir yerə qədər doludur. Qabın divarları sanki qabın dibini neynir? Sıxmış kimi sayılır. Onda belə çıxır ki, burada təzyiq qüvvəsi də nə olur? Artır. Müəllim, bəs bunu ρ/Hs ilə niyə yazmadınız? Çünki təzyiq qüvvəsinin düsturu ρ/Hs-dir. Burada S də dəyişir, H da dəyişir və hansının çox dəyişdiyini, hansının az dəyişdiyini mən burada bilmirəm. Bilmədiyim üçün də nə edirəm? Məlum məsələdir ki, ona getmirəm. Yəni, o ifadə məni çox çaşdırar. Ona görə də təzyiq qüvvəsi burada məlum məsələdir. Nə etməlidir? Artmalıdır. Cavab 45-ci sualda D variantıdır. 46. Başlanğıc sürəti 20 metr bölünsün saniyə olan qatar 1 metr bölünsün saniyə kvadrat təcillə sürətlənməyə başlayaraq uzunluğu 30 metr olan tuneli 10 saniyə ərzində tamamilə tərk edir. Buna əsasən qatarın uzunluğunu təyin edin. Məlum məsələdir ki, bu qatarın, bu tuneli tamamilə tərk etməsi üçün bu qatarın, belə deyək, arxa nöqtəsinin gəlib tunelin sonuna çatmağı lazımdır. Bunun üçün də qatar, yəni ümumi bu S, L, 10 və 30-un cəminə bərabər olmalıdır. Yəni nə olmalıdır? S bərabərdir, L plus 40 olmalıdır. Və mənə başlanğıc sürət verib, təcil verib, başqa uzunluqlar verib, başlanğıc sürət və təcil verib və deyir sürətlənməyə başlayaraq, ifadədə də göstərilir ki, sürətlənməyə başlayaraq. Onda belə çıxır ki, S bərabərdir. Mən rahatlıqla V0T plus AT kvadrat bölünsün 2 düsturundan istifadə edə bilərəm. AT kvadrat bölünsün 2 düsturundan istifadə edərəm. Sonra mən 20-ni, sonra zamanı, təcili yerinə qoyaram, yazaram nə? Deməli, 20 vurulsun 10. Bura eləyəcək nə? 200. Düzdürmü? Bu da 1-dir. 10-un kvadratı eləyir 100. 100-ü 2-yə böləndə eləyir 50. Düzdür? 200 plus 50, 250 eləyir. Yəni, S-imiz olur 250. Bu 40 olduğundan elin payına qalır 210 metr. Cavab 46-cı sualda A variantıdır. 47-ci sual. Bir-birinə toxunan 4 cisim üfüqi səthə paralel yönəlmiş sabit qüvvənin təsiri ilə hərəkət etdirilir. Hərəkət zamanı M3 kütləli cismin M4 kütləli cismə tətbiq etdiyi qüvvəni verilmiş ifadələrdən hansı ilə hesablamaq olar? Səth sürtünməsizdir. 3 ilə 4 arasındakı qüvvələrdən bəhs edir. Təsir əks təsir prinsipinə görə 3 4-ə hansı qüvvə ilə təsir eləyirsə, 4 də 3-ə həmin qüvvə ilə təsir eləyir. Yəni, bu təsir qüvvəsini tapsam, məsələni araşdıra bilərəm. 4-ə yalnız bir təsir qüvvəsi, yəni N təsir eləyir. 3-ə isə həm buradan, həm də digər səthdən qüvvə təsir etdiyindən, onda mən belə çıxır ki, 4-ün hərəkət tənliyindən 3 ilə 4 arasında olan təsir qüvvəsini tapa bilərəm. Onda belə çıxır ki, bunu mən belə yaza bilərəm də M4A bərabərdir N. A-nın yerinə də
F bölünsün M sistem yazmaq lazımdır. Yəni F bölünsün M1 plus, M2 plus, M3 plus, M4. İfadəni də o şəklə salanda cavab olur B variantı. Fikir verin. M4 vurulsun A. A-da baxın. Bax, bu formada nə olub? Göstərilib. Bizə cavab B variantıdır. 47-ci sualı belə izah elədik. 48-ci sual. Kütlələri M1 bərabərdir 6 kilo, M2 bərabərdir 4 kilo olan cisimlər uyğun olaraq 5 metr, 25 metr bölünsün saniyə sürətlə qarşı-qarşıya hərəkət etdirilir. Daha doğrusu, hərəkət edərək qeyri-elastiki toqquşur. Birləşmədən sonra onlar hansı istiqamətdə və modulca hansı sürətlə hərəkət edərlər? Mən nə edirəm? Mən burada x oxunu qeyd edirəm və x oxuna uyğun proyeksiyaları falan yazıb yekun sürəti alıram. Yazıram ki, birincinin impulsunun proyeksiyası müsbətdir. Onda yazıram M1, yəni 6 vurulsun 5, 30. Digərinin nə olur? 4 vur 25, mənfi 100. Mənfidir, çünki x oxunun əksinədir. Bərabərdir, toqquşduqdan sonra kütlə olur M1 plus M2, yəni 10. Aldıqları sürətdə olur V iştirik. İmpulsun saxlanma qanunudur bu. V iştiriki də alırıq mənfi 7. Yəni, x oxunun əksinə toqquşandan sonra 7 metr bölünsün saniyə sürətlə hərəkət ediblər. Yəni, hansı istiqamətdə? Sola. Sola 7 metr böl saniyə bizim cavabımızdır. 49-cu sualda deməli, şəkil müstəvisinə perpendikulyar olan və O nöqtəsindən keçən ox ətrafında fırlana bilən bir diskə tətbiq olunan qüvvələr göstərilib. Bu qüvvələrin momentləri arasında hansı münasibət doğrudur? Və qüvvələrin modullarının eyni olduğu mənim üçün göstərilib. Məlum məsələdir ki, 1 fırlanma mərkəzindən keçdiyinə görə 1 bizə moment verməyəcək, yəni M1 sıfıra bərabərdir. Baxın, cavab A ola bilər. B ola bilər, başqa? Vəssalam. Bir də 2 ilə 3-ü müqayisə eləmək lazımdır. Fikir verin, 2-nin qolu, 3-ün qolu daha doğrusu budur. 2-nin qolu isə, baxın, buradan bir perpendikulyar indirsəm, budur. Məlum məsələdir ki, 3-ün qolu radiusa bərabərdir, belə deyək. 2-nin qolu isə radiusdan kiçikdir. 3-ün qolu böyük olduğundan, 3-ün verdiyi moment də böyük olmalıdır. Çünki M bərabərdir F-dir. F-lər onsuz da hamısında eynidir. D-lərlə müqayisə eləmək lazımdır. Onda belə çıxır. 3-ün momenti 2-nin momentindən nədir? Böyükdür. Cavab B variantıdır. 49-cu sualda cavab B-dir. 50. 50 haradadır? 50 deyəsən. Hə, buradadır. Bu da qəbul imtahanlarında istifadə olunan bir sualdır. Kreativ sualdır, amma çətin sual deyil. F-i mənə verməyib. Məlum məsələdir, mən bu məsələ üçün F bərabərdir mg yazmalıyam. F-i mənə verməyib, lakin dinamometrin göstərişini 8 verib. Onda belə çıxır ki, elə F 8 Newtona bərabərdir. Bunun yerinə 8 yazsam, bunun yerinə M yazsam, 10 yazsam, onda M-in də 0,8 kilo olduğun Y variantı ilə tapa bilərəm. 50-ci sualda cavab Y-dir. 51-ci sual. Kütlələri eyni olan 3 eyni cismin səthə göstərdikləri təzyiqləri müqayisə edin. Təzyiqin düsturu 3 eyni cisim olduğuna görə bunların, yəni görürsünüz ki, böyük oturacaq üzərində qoyublar, S-ləri eynidir. Təzyiqin düsturu bərabərdir, P bərabərdir, FT bölünsün, S-dir. S-lər eyni. Onda mən təzyiqləri təzyiq qüvvələri ilə nə etməliyəm? Müqayisə etməliyəm. Bəs təzyiq qüvvələri arasında hansı münasibət doğrudur? Məlum məsələdir. Buradakı təzyiq qüvvəsi elə cismin sükunət çəkisinə, yəni mg-yə bərabərdir. Buradakı təzyiq qüvvəsi də elə cismin sükunət çəkisinə, yəni mg-yə bərabərdir. Üçü də eyni cisimdir deyə mg yaza bilərəm. Lakin bu ikinci cisim meylliliyi olan bir müstəvidə olduğundan, məsələn, bir alfa qədər meylliliyi var. Təzyiq qüvvəsi, baxın, belə yönəlir. F təzyiq, səthə perpendikulyar yönəlir.
Və bu təzyiq qüvvəsi də reaksiya qüvvəsinə bərabər olur. Elə bilə mail müstəvi məsələsidir. Mail müstəvidə reaksiya qüvvəsini necə yazırdıq? Təbii ki, yazırdıq. mg kosinus alfa. İndi siz mənə deyin görüm, özünüz deyin. mg böyükdür, yoxsa mg kosinus alfa? Məlum məsələdir ki, mg. Onda belə çıxır ki, 1 ilə 3-ün təzyiq qüvvələri eynidir və 2-dən böyükdür. Yazım lap F1 bərabərdir F3 böyükdür F2-dən. Sonra nə edirsiniz? Bunu yazırsınız P3-ün. P1 bərabərdir P3 böyükdür nədən? P2-dən. Və salam, bitdi. P1 bərabərdir P3 böyükdür P2. Baxın, C variantı bizə gülümsəyir. 52-ci sual. Çəksiz bir cinslik 2M kütləli və kütləsi məlum olmayan cisim vasitəsilə şəkildəki kimi tarazlıqdadır. İpin gərilmə qüvvəsi nəyə bərabərdir? Mən bu tip məsələlərdə tələbələrimizə tapşırmışdım ki, əgər sizə məlum olmayan bir çəki varsa məsələdə, bura sanki dayaq kimi nə olsun? Qəbul olunsun. Bu tipdə yazanda məsələni daha sadə olur. Onda baxaq, görək qüvvələr bu linci, bu tiri hansı istiqamətdə çevirir. Bu sadəqrəbi istiqamətində fırladır. Bu da sadəqrəbi istiqamətində fırladır. Gərilmə qüvvəsi isə baxın belə yönəldiyindən sadəqrəbinin əksinə fırladır. Onda bu ikisinin momentlərini cəmləyib bərabər eləməliyəm gərilmə qüvvəsinin momentinə. Gərilmə qüvvəsinin momenti nə olur? Təbii ki, T vurulsun 2 olur. Yazırıq T vurulsun 2. Bərabərdir. Bunun momenti nə olur? mg vur 3 olur. mg vur 3. Digərinin momenti nə olur? mg vur 1, 2, 3, 4, 5. Bəli, baxın, sayın 5. mg vur 5 olur. 8 mg 2T-yə bərabərdirsə, onda T-nin payına qalır 4 mg. Cavab D variantı. 53. Sürtünmənin və blokların çəkisinin nəzərə alınmadığı sistemdə kütləsi 8 kiloqram olan cisim tarazlıqdadır. Əgər yayın uzanması 5 sm olarsa, yayın sərtlik əmsalını hesablayın. J-ni də 10 metr bölünsün saniyə kvadrat verib. Yaxşı, 8 kilodursa, burada nə qədər qüvvə var? 80. Bunu böldüm 2 yerə. Hər qola düşdü 40. Bura 40, burada 40. 40-ı da 2 qol arasında bölsəm, burada yaranır 20 Newton gərilmə qüvvəsi. Elə bir növ eyni bir şeydir. Burada da 20 Newton elastiklik qüvvəsi yaranır. Yəni, yayda yaranan elastiklik qüvvəsi 20 Newtondur. Yayın uzanması 5 santimetrdir. Yəni, 0,5 metrdir. Yayın sərtlik əmsalı isə F böl X-dan hesablana bilər. Yəni, 20 bölünsün 0,5. 20-nin yanına 2-dən 0 əlavə edirəm. 5-i də belə yazıram. Cavab eləyir 2000 bölü 5-dən 400 Newton böl metr. Bu sual sonuncu dəfə MİQ imtahanına düşüb. 54. Maddi nöqtələrə təsir edən qüvvələrin gördüyü işlər arasında hansı münasibət doğrudur? Müəllimlər, qəşəng. İşin düsturu nədir? A bərabərdir F, S, kosinus alfa. Burada F ilə kosinus alfanı qruplaşdırıram. Olur belə. F kosinus alfa vur S. F kosinus alfaya da belə deyim də Fx deyə bilərəm. Fx vur S. Yəni, qüvvənin x oxu üzrə proyeksiyası vurulsun S. Burada da x oxunu qeyd eləsəm laf belə göstərim sizə. Heç y oxuna ehtiyac yoxdur. Fikir verin, qüvvələrin x oxu üzrə proyeksiyaları eyni olur. Hər ikisi 2 damaya uyğundur. Bax, fikir verin. Hər ikisinin daması 2-dir. Düzdür? Bunun da baxın, bir dama yuxarıdır, 2 dama sağa bax, görürsünüz. Onda F kosinus alfalar eyni, yəni Fx-lar eyni. Mən A-ları müqayisə eləmək üçün S-lərə baxmalıyam. Birincinin S-i 2 damadır, ikincinin S-i 4 damadır. Yəni S-lər bir-birindən 2-4 olduğuna görə, 2 dəfə fərqləndiyinə görə, işlər də bir-birindən 2 dəfə fərqlənəcək. İkinci qüvvənin gördüyü iş daha çox olacaq, 2 dəfə çox olacaq və A2-ni A1 arasında münasibət qurmaq üçün birinci qüvvənin gördüyü işi 2-yə vurmaq lazım gələcək. Cavab C variantı. 55-ci sualda hərəkət tənlikləri verilmiş 5 cisimdən ibarət, 5 cisimdən
hansının kinetik enerjisi dəyişmir. Kinetik enerjinin dəyişməməsi üçün sürətin dəyişməməsi daha doğrusu lazımdır. Biraz tələsdim. Ona görə cavab A variantıdır. Çünki A variantında cisim bərabər sürətli hərəkət eləyir. 56-cı sual. Dartınmayan çəksiz if vasitəsilə bir-birinə bağlanan cisimlər sistemi sabit F qüvvəsinin təsiri ilə sürtünməsiz səthdə hərəkət etdirilən zaman yaranan gərilmə qüvvəsinin neçə newton olduğunu hesablayın. Deməli, müəllimlər, məlum məsələdir. Burada qüvvəni ayırmaq lazımdır. F kosinus 53-ə və F sinus 53-ə. Məlum, bu artıq şablon məsələlərimiz var idi. F nəyi dartırdı? M1 ilə M2-ni, T nəyi dartırdı? M1-i. Bu bizə lazım deyil, çünki dartıb aparan belə deyək budur. Onda F kosinus alfa dartır nəyi? M1 ilə M2-ni. T nəyi dartır? Sadəcə M1-i. Buradan T-ni alsam, T olur nə? F vurulsun M1 kos alfa bölünsün M1 plus M2. M2-ni 5 M1 verib. M1-ə məsələn M desəm, M2 olur 5M. Sonra da yerinə yazsam, yazacağım FM. F vurulsun M. Deməli, kosinus alfa. Lap onu da yazaq istəyir. Yox, yazmayaq. Əvvəl belə yazmaq, ifadə kimi yazaq. FM kosinus alfa bölünsün 6M. Yəni F kosinus alfa bölünsün nə? 6. F-in yerinə nə yazıram? F-in yerinə yazıram 50. Kosinus alfanın yerinə yazıram 0,6. Bunu da bölürəm 6-ya. Bu gedir 0,1 qalır. 50-ni də 0,1-ə vuranda cavab eləyir 5 newton. A variantı. Vəssalam. Yəni bildiyimiz o məsələlər var. Topluda qarşımıza çıxır. Həmin məsələlərin sadəcə bir addım irəlilisidir. Bir addım çətinləşdirilmiş halıdır. Vəssalam. Cavab oldu A variantı. 57-ci sualda cisim modulca 40 metr bölünsün saniyə sürətlə şaquli yuxarı atılır. İlk 2 saniyə ərzində onun yer dəyişməsinin modulunu hesablayın deyir. H bərabərdir yuxarı atıldığına görə V0T minus JT kvadrat bölünsün 2 şəklində yazıla bilər. 40 vurulsun 2, çıxılsın 10 vurulsun 2-nin kvadratı bölünsün 2. 80-dən də 20-ni çıxanda cavab eləyir 60 metr. Cavab Y variantıdır. Sürtünmə əmsalının vahidi yoxdur. 59-cu sual. İki cisim V və 2V sürəti ilə qarşı-qarşıya hərəkət edir. Baxın, birinin sürəti V-dir, digərinin sürəti isə 2V-dir. Düzdür. Kütləsi M olan birinci cismin, bunun kütləsi M olsun, kütləsi 3M olan, baxın, bunun da kütləsi 3M olsun. İkinci cismə nəzərən impulsunun modulunu hesablayın. Əslində, bunu mən yaxşı olardı ki, uyğun olaraq V sürəti ilə, 2V sürəti ilə bu formada yazım. Amma belə də başa düşüləndi. Kütləsi M olan birinci cismin, yəni bunun kütləsini götürməliyəm. İkinci cismə nəzərən impulsu deyirsəm, mən bunu vurmalıyam nəyə? Nisbi sürətə. Cisimlər qarşı-qarşıya hərəkət edəndə nisbi sürəti tapmaq üçün mən onların sürətlərinin modullarını toplamalıyam. Yəni M-i vurmalıyam 3V-yə. Cavab olmalıdır nə? 3MV. Cavab D variantıdır. Vəssalam. 60. Kütləsi 6 kiloqram olan cismin hərəkət tənliyi x bərabərdir 5 plus 4D şəklindədir. Bu cismin kinetik enerjisini hesablayın. Tamam. V-miz nə qədərdir? 4-dür. 60 kütlədir. Daha doğrusu kütlə 6-dır. Bu cismin kinetik enerjisi də olur mv kvadrat bölünsün 2. Yəni 6 vurulsun 4-ün kvadratı bölünsün 2. 3 vurulsun 16-dan cavab çıxır 48 joule.
A variantı. Beləliklə, imtahanımız tam olaraq izah olundu. Hər birinizdən üzr istəyirəm, biraz tələsik danışdım. Müəyyən bir şeylərin üzərindən adlaya bilərəm, tam detallı açıqlamaya bilərəm. Yenə də nəsə bir sualınız olsa, mənə həm nömrəmə, həm də videonun altından nə edərsiniz, qeyd eləyə bilərsiniz. Təşəkkür edirəm, hər birinizə uğurlar arzu edirəm. Sağ olun, minnətdaram sizə.